Salam hörmətli izləyicilər. İnşallah ki, bu günləri 131-ci sualda aminlər, aminturşular, zülallar bölməsi var idi. Onun davamına inşallah ki, baxacaq. 131-ci sualda bizə deyir ki, doğru olan ifadələri müəyyən edin. Biz burada diqqət eləsək bu hissədə. Yəni ki, bu alfa alanindir. Yəni ki, bu hissədən geçsək belə 3 karbonludur, alfa alanindir. Yəni bu tərəfdə də həmçinin alfa alanin. Yəni alfa alanin dipeptididir. 2 doğrudur, 1 yanlışdır. 1 moluna tam hidrolizinə 1 mol su lazımdır deyir. Dipeptid isə bəli, 1 moluna 1 mol su lazım olacaq. 3 də doğrudur. Da bu dipeptiddə 3 mol amin turşu alınır. Yox, 2 amin turşu alınmalıdır. Molekulunda bir peptid rabitə var. Bəli, bir peptid rabitə var. Cavabımız yəni 2, 3 və 5 cavabları olacaq. Burada. 132 bizə deyir ki, zülalın tərkibində kükürdün kütlə payı 0,132%dir və bu molekulda bir kükürt atomu varsa zülalın orta molekul kütləsini hesablayın. Bir dənə kükürt varsa bu o deməkdir ki 0,32% 32 qrama uyğun gəlir. Qrama demək 32-yə uyğun gəlir. 100% nə qədər olar? X bərabərdir 10.000 edəcək. Yəni cavabımız 10.000-ə uyğun gələcək. 133-də də diqqət eləsək, burada deyir ki 0,64%-dir. Yəni buranı silib 64 edərik. Və burada diqqət eləsək deyir ki 2 dənə kükürt atomu var. Yəni 2 vurasın 32-dir. Yəni x-imiz 10.000 çıxacaq. Eyni amin turşundan əmələ gətirdiyi dipeptidin nisbi molekul kütləsi 132-dir. Amin turşunun nisbi molekul kütləsini hesablayın. 132 qramdırsa və dipeptidsə, dipeptidlərdə, yəni misal üçün deyək də x ilə x birləşib belə, üzərinə su gələndə mən artıq burada amin turşunu alacam. Dipeptid isə 1 mol hidroliz uğrayacaq. Nəticədə 150 olacaq. Onda 2x-imiz 150-yə bərabərdirsə, 1x-imiz 75 edəcək. Yəni amin turşunun nisbi molekul kütləsi 75 edər. Ki bu da 134-ün cavabı olacaq. 135. Karboksil qrupunun kütlə payı 60% olan monoamin monokarbon turşusunun molyar kütləsini hesablayın. Karboksil qrupu, yəni amin turşunu fikirləşsək ki, NH2 R ya X fərq eləmir. COOH hissəsi, yəni bu hissəsi deyir 60%-dir. Buranı da hesablasaq 12 üzərinə gəlinsin, 32 üzərinə gəlinsin, 1 eləyir 45. Yəni 60%-imiz 45-dir. Onda bizdən soruşur nisbi molekul kütləsinin 100%-i nə qədər edəcək? Deyək ki, mR edəcək. Sıfırları ixtisar elədik. Sonra 6 ilə 10 ixtisar getdi. 5 dəfə, 3 dəfə. Bundan da bu ixtisar getdi. 15 dəfə mR çıxdı 75. Yəni cavabımız yenə 75 edəcək. 136. Yenə verib 75 dipeptiddir. 75 dipeptid o deməkdir ki, bu 2 dənə 75 bir-biri ilə birləşəndə bunun tərkibindən dipeptiddə bir dənə su ayrılır. Yəni ki, 150-dən mən çıxacam 18-i bizə verəcək 132. 137-də eyni sualdır, sadəcə burada artıq alanin götürüb 89
89'dur. Dipeptid, tripeptiddir. 3 dənə 89 bir-biri ilə birləşəcək. Amma burada artıq 2 dənə su ayrılacaq tripeptid olduğuna görə. Bir vahid əski, yəni 2 mol su ayrılacaq 36 qram. Buradakı 267-dən də 36 çıxanda qalacaq 231. 231 edəcək cavabımız. 138 glisin, beta-alanin dipeptidi X-i hesablayın. İndi burada artıq glisinlə alanin verib, yəni ki 75 ilə 89 dipeptididir. Yenə 1 mol su ayrılacaq dipeptid olduğuna görə. 75 ilə 89-u toplasaq bizə verir 164. Bundan da 18 çıxanda 146 olacaq cavabımız. 138-də 146 olacaq cavabımız. Aminetan turşusu, 3-amin propan turşusu. Eyni sualda sadəcə adlarını dəyişib. Baxın. Aminetan turşusu ilə glisindir. Yəni formulumuz, glisin formulunu verib yəni burada. Mən yazma vaxt itirmək istəmirəm. Yəni ki, burada glisinin formulunu verib, alaninin də formulunu verib, beta-alaninin. Yəni bu 3-amin propan turşusudur da. Eyni şeylə aşağıda veribmiş elə məcburi. Diqqət eləmirəm. Dipeptid deyir, yenə eyni sual, eyni cavab. 75 plus 89 və bundan çıx 18, yenə 146. Belə. 142 mol glisin və 2 mol alanindən əmələ gələn tetrapeptidin nisbi molekul kütləsini hesablayın. 2 mol glisin, yəni artıq 2 dənə 75 götürəcəyik və plus 2 dənə 89 götürəcəyik. Bu olacaq tetrapeptid. Tetrapeptiddə 3 mol su ayrılar. Yəni 3 vurası 18. 54 çıxacaq. 150 bu da 100 demək 88. Bu eləyəcək 338. Ondan da çıxarıq 54'ü. Demək 338'dən 38, 16, 284 düzgün hesabladımsa olacaq cavab. Bu belə. Sonraki 141. S4H10 üzərinə oksigen gəliblər. Katalitik oksidləşdirib diqqət eləsək. Katalitik oksidləşdirəndə X maddəsini mən burada birbaşa yazıram da. Yəni bu alınan X-i yazıram. X maddəmiz CH3, COH olacaq, sirkə turşusu. Və alınan bunun üzərinə xlor gəliblər. Xlor da gəldiyimiz zaman birinci karbon atomunda əvəz etmə baş verəcək. Yəni alınacaq CH2 xlor, COOH. Sonra deyir, buna amonyakla təsir elədiyimiz zaman bu isə amin qrupla əvəz olunacaq, yəni NH2 olacaq. Z maddəmiz alanindir. C də glisindir. Z maddəsinin tetrapeptidinin molyar kütləsini hesablayın. Yəni, bura 75-dir. Tetrapeptidinin kütləsini deyir. Yəni 4-ə vurub bundan 3 vurursun, 54 çıxarıq, 2, 18 çıxarıq. 75'i 4'e vuranda 150, 300, 300'dən də ki 54 çıxanda qalır 246. 142. Molyar kütləsi 89'dur. X-in əmələ gətirdiyi tripeptidin kütləsi 46,2'dir. Ayrılan suyun kütləsini deyir. Hesablayın tripeptiddə. Normalda 89 vurulsun 4, çıxılsın 4 yox 3 da tripeptiddir. Tetra demir. Demək 89 vurulsun 3, çıxılsın 2 vurulsun 18. Bunun
1 molunun kütləsi olacaq. Bu da ki 267-dən 36 çıxanda 231 qalır. 231-dəki 2 dənə su, yəni ki 231-də 36 qram su ayrılırsa 46,2-dir. Olarsa nə qədər su ayrılar? X bərabərdir 72 olacaq. E7,2. Sonra 143-də eyni sualdır. Yəni bizə nə deyir? 75'dir. Tripeptid, yəni bu 275, yəni 225-dən çıxacam. 3 vurulsun 75-dən çıxacam. Bunu belə yazım qoy da. 3 vurulsun 75-dən çıxacam. 2 vurulsun 18-im tripeptid olduğuna görə bu da bizə verəcək 189. Gördüyümüz kimi 189-dan 36 qram su ayrılır. Demək 18,9-dan nə qədər su ayrılar deyir. X bərabərdir 3,6 eləyəcək cavabımız burada. Sonra 144 eyni amin turşuların tripeptidinin 113,4 qram hidrolizindən 135 qram amin turşu alınmışsa, amin turşunun nisbi molekul kütləsini hesablayın. Tripeptid deyirsə, yəni 3 dənə amin turşu birləşib əmələ gətirir tripeptid. 3 dənə amin turşu. Bu tripeptidin plus su da ayrılır da buradan H2O. Deyir ki 100 tripeptid ise 2 mol su ayrılacaq. 113,4'dür. Yəni bu əksi də baş verə bilir hidroliz nəticəsində. Və nəticədə 113,4'dür və amin turşuların kütləsi 135'dir. 135'dən də 113,4 çıxanda 113 çıxanda qalır 22, 22'dən də 21,6. Yəni 21,6 qram da su varımızdır. Amin turşunun nisbi molekul kütləsini hesablayın. Normalda 36 qram su ayrılanda 3x qədər amin turşu reaksiya girir. 135'e 21,6. Onda hesablasaq x bərabərdir 75 çıxacaq cavabımız. Yəni tənasibi qursaq hesablasaq 75 çıxacaq. Bu belə. Uyğun olaraq 1/3 nisbətində birləşən glisin və alanindən alınan polipeptid molekulunda 11 peptid rabitəsi var. Glisin və alanin reaksiyaya tam daxil olarsa 1 mol polipeptidin alınması neçə mol glisin sərf olunur? Burada diqqət eləsək 1/3 mol nisbətində birləşib, ümumilikdə 4 amin turşu birləşib. Bu 4 dənədən biri demək glisindir, 3'ü isə alanindir. İndi burada diqqət eləsək 4 olanda bizdən kimi soruşur? Glisini soruşur. 1 olubsa peptid rabitələrinsə 11'dirsə demək 12 dənə amin turşu birləşib. Hardan bilirik? Çünki peptid rabitələrinsə amin turşuların sayını bir vahid əssiyi olaraq. Buna da ki x desək x bərabərdir 3 çıxacaq. 146'da isə alanini soruşur. Eyni sualdır. Sadəcə burada biri yerinə 3 yazarıq. X'in qiyməti də 9 çıxacaq. Bu belə.
147. Amin turşunun polikondensləşməsində 30,2 qram tetrapeptit və 5,4 qram su alınır. Amin turşunun nisbi alkol kütləsini hesablayın. Yenə də tetrapeptitdir. 4x amin turşu birləşib və tetrapeptit alınıb. Tetrapeptit alınıb. Plus 3 mol su ayrılacaq. Bu da 54 qram su deməkdir. 54 qram su ayrılanda 4x qədər amin turşu reaksiya giribsə 5,4 qram ayrılanda 30,2 reaksiya girib. Tənasüb hesablayarıq. 302-ni 4-ə böləndə amin turşunun polikondensləşmə 30,2 qram tetrapeptit. Bura 30,4 imiş. Üzrlə hesab eləyək. Burada 35,8 çıxacaq. 35,6 çünki bura 30,2-dir. 35,6 çıxacaq. Buranı silim səliqəli görsənsin. Elə bildim 35,6. Çünki reaksiya daxil olan maddələrin kütlələri cəmi reaksiya nəticəsində alınan maddələrin kütləsinə bərabərdir. 356-dır. 356-nı da 4-ə böləndə 89 edir. Yəni 147-mizin cavabı 89 edəcək. 148. Molyar kütləsi 75 olan amin turşunun polikondensləşməsində 2,7 qram su ayrılır. Neçə qram tetrapeptit alınır? Normalda 75 qramdırsa, tetrapeptitdirsə 4 dənə bundan reaksiya daxil olur və minus 2 vurulsun 18 qram su, 3 vurulsun 18 qram su, 300-dən də ki 54 çıxanda 246 qram qalır. Yəni 246 qrama 54 qram su ayrılır. 2,7 qram su ayrılanda nə qədər tetrapeptit əmələ gələr? X bərabərdir 12,3 qram tetrapeptit əmələ gələcəkdir. Molyar kütləsi 75 olan amin turşu 12,3 qram tetrapeptit alınır. Neçə qram su ayrılır? Eyni sualdır. Yəni bu 4 vurulsun 75 minus 3 vurulsun 18 bizə verir 246 qram tetrapeptit. 246 qram tetrapeptit ayrıldığı zaman 54 qram su ayrılarsa 12,3-ə nə qədər su ayrılar? X bərabərdir 2,7 qram. Monoxlor sirkə turşusu amonyakla reaksiyasından alınan amin turşu. Monoxlor sirkə budur ki, CH2 xlordur burada. COOH. Deyir ki, bu amonyakla reaksiyasında burada NH2 əvəz edəcək bunu. Amin sirkə olacaq. Amin turşu amin sirkədir və bunun deyir ki, proton sayını hesablayın. Yəni, buradan da ki, götürsək karbon 2 dənə, hidrogen 5, oksigen 2, azot 1 dənədir. Karbonun proton sayı burada verib, yəni bizə 6 dənədir. Hidrogen 1 dənədir. Oksigen 8-dir. Azot da ki 7-dir. Bu da 12 üstə gəlinsin, 5 üzərinə gəlinsin, 16 üzərinə gəlinsin, 7, 19, 24, bu da 16, belədir 40. 150-nin cavabı elədir 40. 151. Monoxlor sirkə eyni sualdır, eyni formuldur. Sadəcə bizdə bu dəfə neytronların sayını istəyir. Neytronların sayı da ki eyni formul C2H5O2 burada N yazsam. Neytron sayı da ki burada yenə qayda var. 16-dan 8 çıxanda oksigen 8 neytron, karbon 12-dən 6 çıxıram 6 neytron, hidrogen 0 neytron, azot da ki 7 neytron.
Bu da 12 üzerine gəlinsin 0. Yəni 5 vurasın 0 0 edir. 16 üzerine yazsın 7 bizə verəcək 35 neytron. 35 neytron. Sonra 152. Monoamin monokarbon turşusu amin turşu molekulunda hidrogen atomlarına sahib 5'dir. Amin turşudan əmələ gələn dipeptit molekulunda olan hidrogen atomlarının sayını hesablayın. Monoamin monokarbon turşusunda 5 tane hidrogen varsa, dipeptitdə, bura baxın, istənilən dipeptitdə 2 dənə amin turşu istənilən. Yəni, bunun formulunu bilmək heç ehtiyac yoxdur. Birləşdiyi zaman əmələ gəlir dipeptit plus H2O. Neçə dənə hidrogen ayrıldı? Burada 2 dənə. Bunların hər birində 5 dənə var idisə, onda burada neçə dənə hidrogen olmalıdır? Deyək ki, x dənə hidrogen olmalıdır. Bunların cəmi bərabər olmalıdır. X plus 2, onda x bərabərdir 8 edəcək. Eyni sual. Burada da yenə 2 dənə, misal üçün, amin turşu, üzerine gəlsin amin turşu, alınıb dipeptit plus H2O. Burada deyir ki, hidrogenlərin hər biri 7'dir. Onda bu reaksiya daxil olan hidrogenlərin sayı, buradakı hidrogenlərin sayı ilə suyun tərkibindəki hidrogen dipeptit dediyinə görə suyu 1 mol götürür. Ya birdən tripeptit isəydi, buranı 2 götürəcəkdim. 2 vurursun 2 olardı 4. Amma bir dipeptit dediyinə görə 1 mol su ayrılır və nəticədə 2 hidrogen olur burada. Bu da 12 verəcək bizə. 54. Amin turşular X və Y-dir. Öz-özü ilə əmələ gətirdiyi dipeptitin molyar kütləsi. Dipeptitdirsə bu 160 veribsə üstünə 18 gəldiyim zaman 18 niyə deyirəm dipeptitdir. Bir dənə su ayrılır. Gəldiyim zaman mənə bu amin turşu, yəni 2x-in kütləsini verməlidir dipeptitdə. Onda x bərabərdir 89. Y-də də 2 dənə y bərabərdir 132 plus 18, yəni 150-yə. Bunda y özü də 75'ə bərabərdir. Onda nəticə etibarı ilə bizə deyir x-in y-in birləşməsində əmələ gələn dipeptidir. Yəni 89 ilə 75'i bir-birinə birləşdir və dipeptit əmələ gəlsin. Bu da 1,18. 89, 75 elədi 100 neçə? 60 146 edəcək cavabımız. Sonra evet sual. Burada elə bunun öz üzərində həll eləməyə çalışaq. Biraz deyir ki, reaksiya daxil olan üzv maddələri. Nəsə burada asimetrikləri müəyyən edək. A-ya baxırıq. A özü asimetrikdir. Xlorla reaksiya daxil olduqdan sonra alınan maddəmiz CH3, CH, burada xlorun yerinə amoniak olacaq və COH. Yəni reaksiya daxil olan və alınan üzv maddə asimetrikdir. Bu karbon atomuna baxsaq, bir tərəfdən amin, bir tərəfdən metil, bir tərəfdən COH, bir tərəfdən də hidrogen. Həmçinin burada da H, xlor, CH3, COH 4 tərəfdən müxtəlif hissəciklərlə əvəz olunub. Onun üçün də burada görürəm reaksiya daxil olan və reaksiya nəticəsində alınan asimetrikdir. Bu da ki, daxil olan və alınan üzv maddələr asimetrik olması 3'ə gedir, uyğun gəlir 3'ə. İndi burada B-yə baxsam, bu B-də birincisi asimetrikdir. Niyə? Çünki hər tərəfdən etil, hidrogen, CH3, amma alınan maddə ketondur. Yəni ki, CH3, CO, CH2, CH3 və avtomatik olaraq asimetrik deyil. Yəni reaksiya daxil olan asimetrik, alınan isə asimetrik deyil. Onun üçün də 1'ə uyğun gəlir. C-də ümumiyyətlə asimetrik yoxdur.
Çünki hidrogen 2, 2, 2 ilə bunlara baxsaq kifayət edir. Aldehid alınır. Aldehid alındığına görə də bu hissə olacaq belə bir OH, yəni asimetrik olmayacaq. Yəni bu karbon atomunda asimetrikliyi yoxdur. Yəni reaksiya daxili olan və reaksiya nəticəsində alınan maddədə asimetrik yoxdur. Alınan üzv maddədə asimetrik yoxdur. Bu B gedir 2-yə. Daha doğrusu C. D-yə baxırıq. D-də birincisində asimetrik yoxdur. Çünki 2 dənə hidrogen, bunun ümumiyyətlə 3 tərəfi yoxdur. Burada da asimetrik olmayacaq. H-xlor gəldiyimiz zaman üzərinə alınacaq CH2 xlor, CH2, COOH. Burada da asimetrik yoxdur. Reaksiya daxil olan və alınanda asimetrik yoxdur. D də gedir 2-yə. Sonra Y-yə baxırıq. Y-də bura brom birləşəcək. Burada brom birləşəcək. Burada artıq ikincidə asimetrik yarandı. Çünki bu hissədəki bir rabitə yoxa çıxdı. Hidrogen bir tərəfdən bromlu metil radikalı, metilen radikalı hissəcəyib, bir də COH. Bu artıq asimetrikdir. Yəni reaksiya daxil olan asimetrik deyil, amma alınan asimetrikdir. Belə cavab da tələb olunmadığına görə variantlarda, yəni 1, 2, 3-də. Y heç birinə getmir. 56, 156. Dipeptit və tripeptit üçün deyir ki, eyni olanları və fərqli olanlara uyğunluğu müəyyən edəkdir. Molekulunda 2 peptit rabitəsi var. 2 peptit rabitəsi tripeptitdədir. Çünki burada X, misal üçün deyə amin turşuları birləşdirsə, görürük ki, tripeptitdə 3 dənə amin turşu var, amma 2 dənə peptit rabitə var. Yəni, bu 3 uyğun gəlir bura. Dipeptitdə, misal üçün deyək ki, Y və yaxud da XY fərq eləmir. Eyni və ya müxtəlif amin turşuların polikondensləşməsindən alına bilər hər ikisi. Çünki tripeptitdə XY də ola bilər. Tripeptitdə XY və yaxud da XY belə də ola bilər, fərq eləmir. Ona görə də bu B hər ikisinə uyğun gəlir. 1 molun hidrolizində 1 mol su sərf olunur. 1 mol su sərf olunması üçün bir dənə peptit rabitəsi olmalıdır. O da ki, C gedir 1-ə. D-yə baxırıq. Molyar kütləsi 3M-dirsə 3 dənə amin turşu var burada da. Bizə də 3 dənə amin turşu olmaq üçün tripeptit olmalıdır. D də gedir 3-ə. Cavabımız 1, C, 2, B, 3, A, D olacaq. Yüz 157-də nədir? Dipeptit, glisinin dipeptiti bu deməkdir ki, 2 vurulsun 75, çıxılsın 18. Bu da 150-də 18 çıxanda 132 eləyir. Bu uyğun gələcək 132 1-ə D uyğun gəlir. İkincisində tetrapeptitdir, yəni 4 vurulsun 75 çıxılsın 3 vurulsun 18, yəni 54 çıxacaq. Bu da demək eləyəcək 246. 246 da A uyğun gəlir bura. Pentapeptit, yəni 5 vurulsun 75, çıxılsın 4 vurulsun 18. 375, 303 eləyəcək bunun cavabı. 303-dəki C uyğun gəlir 3-ə. İndi polikondensləşmədən ayrılan su molekullarının sayı 158-ə baxıram. 4 dənə su ayrılıbsa, demək 5 dənədir. 5 dənə glisin birləşib, 5 vurulsun 75, çıxılsın 4 vurulsun 18. Bayaqki qaydadır, yəni 157-nə eynidir. Sadəcə su həmişə amin turşularının sayına bir vahidəski olur. 5 vurulsun 75 demək 375, ondan da 72 çıxanda eləyəcək 303, Y uyğun gələcək. Sonra bursunda da 4 vurulsun 75-dir ikincisində, çünki diqqət eləsək 3 dənə su ayrılıb. Bu demək ki, 4 dənə amin turşudur. Bu 3 vurulsun 18, 54. Demək 354, 246 uyğun gələcək A bura. Bir də ki, 5 dənə sudursa, bu 6 dənə deməkdir. 6 vurulsun 75, çıxılsın 5 vurulsun 18, yəni 90. Demək 42, 300, demək 450-dən də ki
90 360 qalır. 360, bu da ki D uyğun gələcək 3-ə. Bu belə. Belə, hörmətli izləyicilər, izlədiyiniz üçün təşəkkür edirəm. İnşallah ki, növbəti dərslərimizdə görüşənədək Allah'a əmanət.